8-ci sualda isə karbon turşusu anhidridini 498 qram suda həll etdikdə 20% turşu məhlulu alınır. Deməli, anhidrid 2 mol, yəni turşudan 1 mol anhidrid alınır. 2 mol turşudan 1 mol anhidrid alınır. İndi və karbon turşusu deyəndə deməli CN, H2N üstəgəl 1 COOH. Bunu nisbi molekul kütləsini hesablayanda 14-in üstəgəlinsin 32, 34, 46. Deyir ki, 20% turşu məhlulu. Deməli, 2 turşudan demişəm, 2 vur 14-in üstəgəlinsin 46-mız 20%dir. Və 498 qram su karbon turşusu anhidridin üzərinə gələndə, deməli, anhidridin üzərinə 1 mol su gələndə alınırdı 2 mol turşu. Yəni 498 qram suyun 18 qramı anhidridlə reaksiya girir, 2 mol turşu verir. Yerdə nə qədər qalır? 480 qramı. Deməli, turşu 20%dirsə, onda yerdə qalan suyumuz neçə faiz olacaqdır? 80%. Bununla da bu 40. Bununla bu ixtisar eləyəndə deməli 120 qalır burada. Burada 40 yox, 4 olmuşdu. 120. 2 ilə 120 ixtisar gedəndə 60. 14-in üzərinə gəl. 14-in üzərinə gəl 46 bərabərdir 60. 14-in bərabərdir 14-ə. N də bərabərdir 1-ə. Deməli, turşu hansı turşuymuş? CH3COOH. Yəni C variantı.